Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsində qəşəng bir kupsalı həyət evimiz çıxıb satışa. 2 sot torpaq sahəsində yerləşir. Həm evin, həm torpağın çıxarışı kupçası var. 4 otaqlı 2 mərtəbə həyət evidir. Üzü də görürsünüz qabancıqlaşla üzlənilibdir. Evimizin demək olar ki, fasad işi qutarıb. Sadəcə evimizin içi təmirsizdir. Ev sahibi belə satıl, əlim yandı, dəyərindən aşağı qiymətə satışa çıxıbdır. Hörmətli izləyicilərimiz, bir şeydə nəzərinizə çatdırım ki, evimiz barterdə oluna bilər. Bahalı maşın, evin dəyərində maşınla, evlə, yarı pul, yarı ev, bax belə bir şeylər də eləmək mümkündür. Deməli, bax bu yol 3 evə gəlir. Orada həyət qapısı var, görürsünüz. Heç kim bu evə aidiyyəti yoxdur, qarışacağı yoxdur. 3 evə gələn yoldur, qəşəng görürsünüz. Divar fasadları da, xarici görünüşü də dekorativ şəkildə işlənilibdir. Həyətin görürsünüz, zabor hissələri qəşəng formada. Evin də torpağında kupçası var. Sadəcə təmirsiz evdir. Qaradaş, qol divar evdir. Bax, qəşəng bu cür görürsünüz, hər tərəf dekorativ divarlardır, rənglənibdir. Hazır vəziyyətdə evin arxa tərəfinə, yan tərəfinə keçmək olur. Zirzəmisi var, 1,5 metr hündürlüyündə zirzəmisi var. Kanalizasiyası var, evin qazı, suyu, işığı var. Burada daimdir, 5-6 daş kürsülü sayğaclar mövcuddur. Sadəcə ev təmirsizdir, amma ev çox möhtəşəm bir tikilidir. Hər tərəfdən qoşa daş, monolit beton, pilləkanın qalınlığını görürsünüz. Monolit beton, görürsünüz hörmətli izləyicilər, 20 sm daş qalınlığında bir şeydir. 20 sm-dır. Deməli, aşağı mərtəbədə, birinci mərtəbədə mətbəx, 12 kvadratlıq bir mətbəx hissəmiz. Salonumuz var, 26 kvadrat salon hissəmiz. 5-6 kvadratlıq sanitar qovşaq hissəmiz var. İkinci mərtəbədə isə 3 yataq otağı, bir böyük sanitar qovşaq yerləşir və balkon. Monolitin qalınlığı bir daş qalınlığındadır. Görürsünüz, möhtəşəm bir tikilidir. Yuxarıda da görürsünüz, payasa evin belə hətta orta divarlarına qədər payasa kəmər gedib, 4 dövrəmə və içinin dairəvi perimetri hamısı beton kəmər. Qara örtüyü də atılıbdır. Az da olsa var. Görürsünüz, paket formasında çardaq var. Monolit beton. Burada bax belə bir 6 kvadratlıq 2-nin 3-ə sanitar qovşaq. Hər bir tərəf monolit beton. 16 kvadratlıq bax bir yataq otağımız. Evin qiyməti dəyərindən ucuzdur. Biz bir şey nəzərə çatdırım, hörmətli izləyicilərimiz. Burada bir sot torpaq 25.000 manatdan aşağı tapmaq qeyri-mümkündür. Hətta tapsaz da 25.000-dən yuxarı taparsınız. 2 sot torpaq 50.000, evin də qiyməti 80.000 manatdan satışa çıxıb. Evin də torpağında real faktiki çıxarışı kupçası var, hazır alınıb. Ev sahibi tərəfindən alqı-satqıya, notarial qayda alqı-satqıya yararlıdır. Evə qeydiyyat da ola bilərsiniz. Evin qiyməti 80.000 manat. Real müştərilərə endirim təbii ki olunacaq. Alqı-satqı zamanı alıcının heç bir xərci çıxmayacaq. Sadəcə notarius xidmət haqqı xərci çıxacaq. Həyətə də bu formadadır. Həyətə rahat 3-4 maşın daxil olar. Buradan da görürsünüz, boş yol gəlir. 4,5 enində 25 metr uzunluğunda bir yoldur. Siz darvazanı buradan yox, buradan da qoymaq mümkündür. Həyəti biraz genişləndirmək üçün. Pəncərənin qıraqları, qapının qıraqları ağlay daşla işlənilibdir. 14 kvadratlıq bir yataq otağımız, həmçinin qoşa divar, qoşa daş. Və bu da sonuncu 16 kvadratlıqda digər bir yataq otağımız. Qəşəng formada. Bu evə indən sonra 30.000, 40.000 getsə də, yəni hətta belə bu evin dəyərini yüksəltmir. Yəni belə evlərin hazırda qiyməti hətta masasının belə ucqad bir yerlərində 120.000, 130.000 manatdan başlayır. Sadəcə bu evi rahat 120.000-ə həyət içi qarışıq, qəşəng formaya salmaq olar. Ev sahibi özü 35.000 smetr layihəsi çıxardıb həyət
Evin içi qarışıq. Yəni bu da 35 mində 115 min manat dəyərinə gəlir çıxır evimizin ümumi qiyməti. Aşağı endirim də olacaq, ev sahibi eləyəcək. Bax belə, 2 sot torpaq sahəsində evimiz 130 kvadrat yaşayış sahəsindən ibarətdir. Böyük bir evdir, çox böyükdür. Həyəti də 2 sotdur. Həyəti 50 min hardan baxsan torpağın qiyməti var. 30 minə də, 25 minə də. Yəni bu evi tikmək mümkün deyil. Qaradaşını tikmək belə mümkün deyil. Belə hörmətli izləyicilərimiz, 80 min manatdan satışa çıxır. Real müştərilərə təbii ki, qiymətdə indirim olunacaq. Ev sahibi özü tikib, 3 qardaşdır. Hər qardaş üçün biri tikilib. İndi isə buna ehtiyac yoxdur, satılır deyənə. 100 evimiz 80 min manatdan satışa çıxır. 130 kvadrat yaşayış sahəsi, 2 sot torpaq sahəsi. Evi də görürsünüz, möhkəm bir tikilidir. Sahibi özü tikdiyi üçün keyfiyyətə önəm fikir veribdir. Buyurun, hörmətli izləyicilər, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Barter söhbəti də realdır. Öz aktivliyini qoruyur. Bahalı maşın, evin dəyərində də maşın olar. Evin dəyərində evlə də olar Bakı şəhərində və yaxud da ki, yarı pul, yarı maşın, ya ev belə barterdə mümkündür. Təşəkkür edirəm, minnətdarım.